Niyə uşaqlıq boynu xərçəngi oldum mən doktor? HPV virusu, onkogen tipləri qadınlarda uşaqlıq boynu xərçəngini yaradan viruslardır. Bəs necə edək ki, biz bu viruslardan qorunaq? Əziz xanımlar, əgər genital bölgədə ziyillər varsa, qaşıntı kimi şikayətiniz varsa, dayanmadan, durmadan, gecikdirmədən həkim-ginekoloqa müraciət edəcəksiniz. Ginekoloq hansı müayinələri etməlidir ki, bu virusu aşkarlasın? HPV screening, yəni sizdə HPV virusunun hansı tipləri var? Onkogen yoxsa qeyri-onkogen? İlk növbədə biz bunu aşkarlayacağıq. HPV virusunun tam müalicəsi varmı? HPV virusunun tam müalicəsi antiviral dərmanlarla olunmur. Amma Gardasil 9. HPV virusunun onkogen tiplərinin həm müalicəsi, həm də uşaqlıq boynu xərçənginin qarşısını alan peyvənd türüdür. Gardasil peyvəndini necə edirlər? Gardasil peyvəndi 3 doza şəklində təyin olunur. İlk dozadan 2 ay sonra ikinci doza və ikinci dozadan 4 ay sonra üçüncü tamamlayıcı doza olunur. Gardasil peyvəndinin ağırlaşması varmı? Xeyr, Gardasil peyvəndinin son tədqiqatlara görə heç bir ağırlaşması təyin olunmamışdır. Gardasil peyvəndini nə vaxt olunsaq daha yaxşıdır? Əziz xanımlar, profilaktik olaraq 14 yaşından sonra hər bir qız uşağına Gardasil peyvəndi olunmalıdır. Uşaqlara 2 doz şəklində təyin olunur və olunduqdan sonra siz artıq özünüzü HPV virusundan tamamilə qorunmuş hala gətirirsiniz və cinsi münasibətdə, əks cinsdə əgər bu virus varsa, bu virus sizə keçməyəcək. Beləliklə, bu videoda sizlərə çatdıracağım mesaj o olacaq ki, zamanında müayinə və müalicənizi olun ki, ağırlaşmaları görməyək.